Yarışı təşkil edənlərə minnətdarlığımı bildirirəm. Oyun çox maraqlı idi. Hər kəsə uğurlar arzulayıram. Yarış çox maraqlı idi, suallar çox maraqlı idi. Düşünürəm ki, belə bir yarışların keçirilməsi məktəblərdə çox böyük inkişafa səbəbdir. Həm şəhidlərin qəhrəmanlıqlarının təbliği mövzusunda olsun, zəfər tariximiz barəsində olsun. Düşünürəm ki, çox böyük bir təşəbbüsdür və bu təşəbbüsə görə sizə çox təşəkkürümü bildirirəm. Öz təşəkkürümü bildirirəm. Həm qeyri-hökumət təşkilatları, Dövlət Agentliyinə, həm də Yurt Gəncləri İctimai Birliyinə təşəkkürümü bildirirəm. Biz bu yarışlarda qəhrəmanlarımızın, şəhər qəhrəmanlarımızın deməli, məşhurlaşmasında, region üzrə onların tanınmasında, bu yarışların həm gənclər arasında intellektual inkişafında çox vacib rolunun olduğunu biz qeyd edirik. Öncəliklə bu yarışın təşkil olunmasında əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm və bu tipli yarışlar həm bizim tariximizi, mədəniyyətimizi öyrənməyə, dünya tarixində bizim tariximizi, mədəniyyətimizin hansı yerdə olduğunu kəşf etməyə bir daha bizə şərait yaratdı. Eyni zamanda müəllimlərin şagirdlərlə birlikdə yarışması bizim üçün şagirdlərimizi bir daha yenidən kəşf etmək üçün təbii ki bir şərait oldu. Buna görə hər birinizə təşəkkür edirəm və bu tipli yarışların hər zaman davamlı olmasını arzulayıram. İlk dəfə də belə bir oyunda iştirak edirdim. Çox maraqlı idi. Mənim üçün yeni təcrübə oldu. Məntiqə əsaslanan çox gözəl intellektual suallarımız vardı. Məktəbimiz və komandamız adından təşkil etdiyiniz yarışa görə çox sağ olun. Mənim üçün illər əvvəl şagird kimi iştirak etdiyim yarışlarda bu dəfə müəllim kimi iştirak etmək çox qürur vericidir həqiqətən. İnanıram ki, şagirdlərimiz üçün də bu komandada iştirak bacarıqlarını çox gücləndirəcək və şagirdlərimiz də çox yaxşı təəssüratlarla ayrılır buradan. Çünki ilk dəfə idi belə yarışda iştirak edirlər. Davamlı olmasını arzulayıram. Şagirdlərə də tövsiyəm budur ki, bu və bunun timsalında olan, keçirilən bütün yarışmalarda iştirak etsinlər, özlərinin nisbi inkişafına nail olsunlar. Çox xoş oldum ümumiyyətlə bu yarışmada iştirak etmək. Həm mənim üçün, həm də yoldaşlarım üçün. İlk dəfə idi belə yarışda iştirak edirdik. Şagirdlərim üçün də həm öyrədici, həm də maraqlı oldu. Belə yarışların davamlı olmasını arzulayıram.